Bir insanla əlaqənizi tamam kəsmişsiniz, danışmırsınız. Ya arada incilik var, ya da ümumiyyətlə ayrılıq var. Fərq etmir. Və sənə çox maraqlıdır. O insan sənə qarşı səhvini başa düşübmü? Peşmançılığı varmı? Gəl buna baxaq. Hazırda fikrindəki insan özü hansı enerjidədir? Narahatçılığı nə ilə əlaqədardır? Və sənə doğru hansı enerjidədir? Gəl birinci buna baxaq. Hansı enerjidədir həmin insan? Mən sənə deyim ki, bu dəqiqə öz kefində, öz əhvalında, ailəsindən əlaqədar, belə deyim də, məsələləri həll etdiyini düşünür, amma bir gərginliyi, sıxıntısı var, belə deyim sənə. Bu biraz egoist insandır. Mən sənə deyim ki, bu biraz narsist insana oxşayır. Daha çox mən əlayam, mən beləyəm. Yəni göstəriş sevir. Bax, göstərişdə görürsən ki, bu çox uğurludur, bunun hər şeyi əladır, hər şey yaxşıdır, amma əslində bu insan, yəni bu insan gözündə böyütmüsənmiş sən demə. Tanışlıqda da belə olubdu. Yəni ilk tanışlıqda sən bunun nə qədər yüksək olduğunu düşünmüsən, amma bu insanla tam belə səmimiyyət olandan sonra başa düşmüsən ki, bu əslində çox kiçik bir şey imiş. Sadəcə bu çox qəşəng belə maska taxmağı bacarırmış. Bu dəqiqədə bu insan yenə də o maskasını taxmağa davam eləyir. Amma daxildə çox gərgindir, öz sıxıntıları var, aqressiyası çox güclüdür bu insanın, dəhşət dərəcədə aqressiv bir insandır. Mən sənə deyim ki, çox əsəbidir. Ev içində də əsəbi davranır. Bu insan ailəlidirsə, ailəsinə qarşı da çox əsəbi, çox aqressiv davranır. İşlə əlaqədardırsa, tutaq ki, iş ortamında da çox aqressiv davranır. Narahatçılığı nə ilə əlaqədardır? Narahatçılığı tənhalıqdan əziyyət çəkir. Maddiyyatla əlaqədar sıxıntıları var. Bu insan çalışır həmişə nə isə əldə etmək. Böyük bir arzuları var bu insanın. Mən o qədər pul qazanacam, mən bu qədər pul qazanacam. Amma bu ancaq xəyalpərəstdir, yəni. Hərəkət eləmir. Bacarığı yoxdurmu deyim və yaxud da ki, maddiyyatla əlaqədar böyük bir problem, hətta bacarığı varsa da belə böyük bir uğursuzluq yaşayıbdır. Yəni ya bu krupnu pul itiribdir, ya hansısa bir itkisi olubdur. Bu dəqiqə bununla əlaqədardır. Sənə qarşı hansı enerjidədir? Ara sıra mən sənə deyim ki, izləyir. Ya üçüncü şəxslər vasitəsilə səndən bu insan xəbər alır, ya da ki, səni görə biləcəyi bir yer varsa, məsələn, sosial şəbəkədir, hər nədirsə, səni görə biləcəyi bir yer var bunun. Saxta hesabınla mı, nə ilə mi? Çünki gedir, gəlir, daimi olaraq səni izləyir, kontrolda saxlayır, nə bilim, öz aləmindəki görüm necə nə baş verir, görüm həyatı necədir, nə məsələdir. Gəl baxaq, ümumiyyətlə, sənə qarşı səhvini başa düşübmü bu insan? Sənə qarşı səhvini anlayıbmı bu insan? Sənə qarşı səhvini anlayıbmı bu insan? Yox, sənə qarşı səhvini anlamayıbdır. Hətta belə düşünübdür ki, mənə qarşı çox kəskin davranıbdır, çox sərt davranıbdır. Ola bilsin, əlaqəni kəsən sən olmusan və yaxud da ki, o kəsibsə də belə sonra qayıdıb qəbul etməmsən. Hər nədirsə, sənin ona qarşı haqsızlıq elədiyini düşünübdür. Oturub fikirləşibdir ki, heç məni, yəni əgər bu keçmiş ilişkindirsə, heç məni sevməyibmiş, nə bilim nə, yəni belə bir şeydir. Gəl yenə baxaq. Ümumiyyətlə, özünə nədə haqq qazandırır? Özünə nədə haqq qazandırır? Yəni, gəl belə deyək, sənlə əlaqədar özünə nədə haqq qazandırır ki, başa düşmür? Yəni, özünü ideal bir olduğunu düşünür. Özünün ideal, sənin ondan istifadə eləmək istədiyini düşünür. Sənin, yəni bunu izləyən keçmiş ilişkindirsə, sənin maddiyyatçı olduğunu düşünür və yaxud da ki, hansısa bir maddi dəstək istəyibdir, ona eləmədiyini düşünür. Yəni, belə deyim də, sənin stabil biri olmadığını, əslində sənin maska taxdığını düşünür. O düşünür ki, yəni, narsist konkret olaraq və əksinə belə düşünür ki, sən maska taxmışsın, amma əslində elə olmamısan. Gəl baxaq. Özünü sənlə əlaqədar nədəsə günahlandırırmı? Özünü sənlə əlaqədar nədəsə günahlandırırmı? Yox, özünü heç nədə günahlandırmır, mən sənə deyim ki. Burada onun özünü günahlandıracağı bir durum yoxdur. Sadəcə belə bir şey fikirləşir. Əgər aramızda üçüncü şəxsin müdaxiləsi olubdursa, başqa bir qadın müdaxiləsi olubdursa, tutaq ki, sənin hədsiz qısqanc olduğunu və yaxud da ki, başqa bir qadının, başqa bir insanın aranızı vurduğunu düşünür və yaxud da ki, səbəb olduğunu düşünür. Burada belə bir şey ola bilər ki, tutaq ki, münasibətinizdə keçmişindən olan hansısa insanla danışırmış və yaxud da ki, ondan addım olubmuş, onu günahlandırır. Yəni, bu insan özünü günahlandırmır. Yenə baxaq.
Sənin haqqında hazırda hansı fikirdədir? Gəl buna baxaq. Hazırda sənin haqqında hansı fikirdədir? Həmin insan hazırda sənin haqqında hansı fikirdədir? Hansı fikirdədir? Bu çoxdan ayrılmışlarla əlaqədardır. Mən sizə deyim ki, qarışıq fikirlərdədir sənin haqqında. Bu insan səndən istədiyini ala bilməyibdir və səndən əl çəkmiş kimi görsənir burada. Amma sənin haqqında bilirsən necədir? Hə, onun həyatı normal, doğru düzgün getmir, ancaq maddiyyat düşünən bir insandır, ancaq işini düşünən bir insandır. Belə bir şey düşünür sənin haqqında. Gəl baxaq, sənə qayıtmaq istəyirmi? Həmin insan sənə qayıtmaq istəyirmi? Dəfələrlə ola bilsin addım atıbdır və yaxud da bir dəfə addım atıbdır və yaxud da ki, hər nədirsə bilir ki, sənə addım atsa alınmayacaq. Konkret olaraq alınmayacaq. Ola bilsin ki, atqaz getmirsən və s. və ya həyatında başqa birisi var. Yəni, bunun mümkün olmadığını düşünür. Gəl belə baxaq, hələ də səni izləyirmi həmin insan? Yenə də bayaq çıxmışdı, izləyir, görür səni. Amma yenə baxaq, həmin insan səni hazırda izləyirmi? İzləyirmi səni? Konkret olaraq yaxından bir izləmə yoxdur, amma bəli, ara-sıra sənin ya iş ortamından əlaqədar, ya ortaq bir tanışlıqla əlaqədar, ya da belə deyim də, sosial şəbəkədən hardansa bir izlədiyi bir nöqtə var, amma yetəri qədər görmür səni və səndən çəkinir, səndən qorxur. Yəni, ona hansısa, sən addım atsan, ona problem yaradarsan deyə qorxur səndən. Yəqin qorxutmusan gözünü, yaxşı eləmirsən. Hazırda bəs həyatında münasibəti ilişkisi varmı? Yəni, belə deyək də, əgər evlidirsə, ailəsindən başqa soruşaq. Əgər subaydırsa, ümumiyyətlə, hazırda bəs həyatında münasibəti ilişkisi varmı o insanın? Doğru dürüst bir ilişkisi də alınmır bu insanın. Bu insanla, belə deyim də, olur gizli-gizli ilişkiləri falan. Çox mən ki, daha çox elə bir 70% evli insan çıxır bu insan. Normal, doğru düzgün bir ilişkisi alınmır. Amma daimi olaraq da axtarışdadır bu insan. Daimi olaraq sağda solda axtarır. Yenə də baxaq, bayaq sual vermişdim, düzdür, özündə günah görmür, amma yenə də verək də, yəni, təkrar biliyin anasıdır. Gəl baxaq, sənə qarşı özünü nədəsə günahkar görürmü, yəni sənə səhv elədiyini başa düşübmü bu insan? Sənə səhv elədiyini başa düşübmü bu insan? Yox. Sən səhv eləmirsən ona qarşı, sən onu yarım yolda qoymuşsan və yaxud da ki, sən onu bağışlamamısan, sən səhv eləmirsən, yəni. Sən onun qəlbini qırmısan. Belə düşünür. Bəs bu insanla əlaqədar təkrardan sənin qarşına çıxacaqmı? Belə deyək. Bəs bu insan təkrardan sənin qarşına çıxacaqmı? Sənə doğru addım atacaqmı bu insan? Yox, qarşına çıxmayacaq. Hətta qarşına çıxmaq istəsə belə qorxur, yəni. Çünki zaten onun sənin qarşına çıxmağı bu söhbətin dava ilə bitməyinə əlamətdir. Bu qədər aldım, qəbul edim, yaz ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.